İndi belə anaya durur övlad üstünə qışqırır. Hə? Sən kimsən ananın üstünə qışqırırsan? Hələ bu belə deyirəm buradan, belə qorxma. Kimsən sən? Sonra da böyük danışır barədə bu çoxdur. Yəni sən söhbət eləməyəcək. Otur yerində. Ananın üstünə qışqırarlar. Olmaz ki bu. Atanın üstünə qışqırarlar. Atanın hörmətini sındırarlar. Olmaz. Heç kəs bunu eləməz. Biz eləməliyik bunu. O ki elə o qədər ki əziyyətlər çəkib bu ana övladı dünyaya gətirənə qədər və əli üstündə əsib, vallahi əvəzini çıxa bilməyəcək kimsə. Ona görə nə qədər xidmət edirsən elə. Hətta hədislərdə var da biri gəldi dedi, anam xəstə idi, qocalmışdı. Ya Rəsuləllah, çiynimdə apardım onu Kəbə evinin ətrafını təvaf elətdirmişəm, çiynimdə gezdirmişəm anamı. Verdim cavabı, Peyğəmbər elə cavab verdi, nə cavab, hansı cavabdan danışırsan? Sən heç vaxt verib qutara bilməyəcəksən.